Salam dəyərli izləyicilər, hər birinizi Bərdə Maşın Bazarından salamlayıram. Bu günlərim Novruz bayramının ilk günüdür. Bayramınız mübarək olsun, dəyərli izləyicilər. Dəyərli izləyicilər, baxın, bax bu gözəl qaqaşımız bizim kanalın izləyiciləridir. Xoş gördük səni Bərdə Maşın Bazarında. Çox sağ olun. Buyur, səni eşidirik. Mən sizin kanalı izləyirəm. İstəyirəm ki, sizin videoları bəyənsinlər, kanalınıza abunə olsunlar. Allah səni qorusun. Hansı rayondasan? Mən Bərdə rayonundayam. Çox gözəl. Adın nədir? Ramal. Dostlarına salam göndərirsənmi? Bəli, hər kəs salamlar. Hansı məktəbdə oxuyursan? Neçənci sinifdə? Bərdə rayon Qazaxlar kəndinin tam orta məktəbində 5-ci sinifdə oxuyuram. Mən də sənin dostlarına salam göndərirəm. Allah sizi Çox sağ ol. qorusun. Sağ ol. Qardaş, Allah bazar versin. Çox sağ ol qardaş, çox sağ ol. 06 maşınınızı satırsınız. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? 92-nin maşınıdır qardaş. 5500-ə də deyirik. Maşın tam dolu bir maşındır. Sideniyalar yığılıb, hər bir şey. Motor 06-dır. Difirdə, karovkada heç bir səs yoxdur. Karovka 5-dir. Nə vaxtdan sizindir maşın? 2 ildir maşın bizdədir. Etibarnamə yoxsa formut olunub? Yox, aformut olunub. Birbaşa öz adınıza Öz olan xalam maşındır. oğlunun adını olunubdur. Mən gətirmişəm bazara satmağa. Allah yaxşı. Alandan sonra xərclər necə? Yoxsa xərc çəkilir Olub, maşınınıza? xərclər olunub, təzə təkərlər qoyulub, nə bilim, müəyyən işlər olunubdur. Motordakı 06 motordur. Motordakı 06 motorudur. Yaxşı deyirsin motorun Qəşəng, vəziyyəti. qəşəng. Yığdırmadınız? Yox, motor yığılmıyor. Motor elə nətər almışıq, elə elədir. Yağ azaltma səs yoxdur. Testat yox, testat yoxdur. Karovka 5-dür, 4-dür. Karovka 5. 5 dəyişilib yəqin ki də. Yox, dəyişilmir. Elə Zabatçıqo elə üstünə gələn belədir, 5 elə. Atma falan yoxdur ki. Yox, alandan elə 5 almışıq, elə belədir. Diferdə də deyirsiz səs yox. Yox, difirdə də səs yoxdur. Heç Polda şey yox. çürük yoxdur. Heç nə. Öz poldur, dəyişilibdir. Öz polu. Qəşəng. 92. Bir dənə maşın çöldən çölə kraskalanır. Var heç bir şey yox. Peredokda səs küyü necə? Yox, heç bir şey. Qurum tavaya salsıyor, heç bir səs yoxdur. Maşınımız görünüşü yaxşıdır, yığılmış maşındır. Yığılmış Yəqin ki, maşında göstərir. çöldən çölə özümüz üçün kraskalatmışdıq. Prost xalı oluyor, pul ehtiyacı olduğu üçün ona görə satılır maşın. Təkərlərdə ön təkərlər bekara zəifləyib, amma arxalar daha Arxalar təzədir. yaxşıdır. Çalıb balalar bir iki dəfə dağa gedib gəlib deyən biraz dağın daşları geyib. Var bir şey heç. Detal dəyişikliyi bilməyəsiz, hə? Yox, onu yalan deyərəm. Dəyişilmiş olar da yəqin 92-dən Yağın ki da 92-nin maşını da indi yağın ki Kosmetik dəyişir. işi yoxdur. Yox, kosmetik işi yoxdur qardaş. Heç bir kosmetik ehtiyac yoxdur. Maşın Aynalar təmiz. hamısı tərtəmizdir. Şitin üstündə çatları görürəm. Var. İki, Şitin üç üstündə yerində çart var, görürəm. 2 yerindədir, yoxsa 3 yerində çartı var. O da ki elə onu da xərcdən çıxarıq da elə bilən ki, deyilən qiymətdən bir çıxmaq olar qiymətində. Oturacaqlar da yaxşıdır. Oturacaqlar da ki tam normal vəziyyətdədir. Aynalar əllə qalxırmı yoxsa düyməli? Bəli, əllə qalxır. Pultu var. Punt sistemi var hə maşın. Qapıları bağlayır. Bəli, var. Qiyməti də deyirsiniz. 5500-ə. 5-5-ə deyirsiniz. 5-5-ə deyirik, real alıcı olsa razılaşarıq. 5-ə istəyən olsa necə? 5-ə yox, 5-2-yə vermək olar. Hara gəlsinlər maşınımızı görməyə? Ağcabədiyə. Uğurlar arzu eləyirəm. Çox sağ ol qardaşım. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. 06 maşın. İl neçədir maşınınızın? 98. Siz nə vaxtdan işlədirsiniz? İl yarımdır. Etibarnamə yoxsa öz adınıza? Etibarnamə. Vaxtına var hələ? Təzə olub 2 aydır. Yəni sənədlər qaydasındadır. Hər Mal şey. satqıda problem olmayacaq Heç ki. bir şey. Qəşəng. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirmisiniz? Heç Maş- demək olar xərc qoymamışam. Maşınımız özü qəşəng görünüşü bilmirəm. Yığılıb yoxsa görəsən necə? Belə almışam. Hə, sizdən əvvəl maşınımızı yaxşı əl gəzdiriblər. Bəli. Motor 06 necədir motorun vəziyyəti? yaxşı. Yağ azaltma səs, Heç bir şey. karabkada vəziyyət necə? Heç bir şey. Problemsiz. 5-dirmi, 4-dürmü? 5. Atma səs yox. Diferdə səs necə? Difir də var. Səsi var. Hə, o da içəri verir. Böyük səs deyirlər. Dəyişilməlidirmi yoxsa ehtiyac yox hələ ki? Hələ ki ehtiyac yox. Hansısa bir sürətdə yoxsa pasdən olur? 60-dan sonra sən elə də sən deyən elə güclü deyil. Polda vəziyyət necə? Çürük, pas, 5. Çək. polu yaxşı. Peredokun səs küyü necə? Əla vəziyyətdə. Təkərlər yaxşıdır, təkərlər də qəşəng. Dəyişilənlərin nəsə varmı? Qapı, kril, kapot. Belə almışam. Yəni onları Xəbərin yoxdur? yox demək olar. Xəbərim var amma yox demək olar. Kosmetik işi də yoxdur, elə bilirəm Heç ki. bir şey. Ehtiyac yox. Qəşəng. Aynalar təmiz. Bəli. Şitdə vəziyyət necədir o görə? Şit təmizdir elə bilirəm. Qırıq çat yoxdur ki. Şitin də Xeyr, yoxdur. yaxşıdır. Məncə yoxdur. Şitdə Fikir yaxşı. verən deyirəm elə. Bir yerində var balaca, o da ehtiyac yoxdur məncə dəyişməyə. Oturacaqlar da yaxşıdır. Cüzi nöqtələri var, yəqin ki, o da siqaret olsun.
Közü düşüb. Aynalar əldən qalxır, pultu var. Xeyr, yoxdur. O yox. Qiyməti Qiyməti 5-ə deyirəm. 5000-ə deyirsiniz, endirim də eləyəsiniz. Nə qədər? 48, 47. 47 vermək olar? Yox. Verməyəsiniz. Yox. Hansı rayonda? Ağcabədi. Uğurlar arzu edirəm qardaşım. Təşəkkür edirəm. Siz də sağ olun. Sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ 190 olun, Mercedes. Allah köməyində dursun, bəli. Sağ olasın. Buyur, məlumat ver bilək necə maşındır? Super maşındır, karukası 4'dür. Ondan sonra 1990-cı ilin maşınıdır. 90'ın maşını. Bəli. Ondan sonra Nə vaxtdan sizdədir? 2 ildir maşın məndədir, bir dənə çepisi yox. Etibarnamə yoxsa aformut? Yox. Hamısı öz adımadır. Sənədləri qaydasında. Bəli, Alqı-satqıda problem olmuyor. Xeyr. Lap yaxşı. Alandan sonra xərcləriniz nə oldu? Onu deyim sizə. Olandan sonra heç nə qadan aldım. İndi 4 dənə təkər aldım. Heç nə. Təbii ehtiyaclarda Bəli. təkərdə yağdır, İndi olmalıdır. benzində olmalıdır. Yağ yemir. Motor nə idi bunda? Motor 1.8. 1.8 benzindir. Bəli. Motoru açdırmamısan ki. Xeyr. Yağ azaltma səs deyirsiniz, yoxdur. Bəli, yox. Olmasın. Korobkadakı mexanikadır. Bəli. 5 önə. Bəli. Atması yoxdur ki. Yox, xeyr. Diferdə səs necə? 1 qram səsi yoxdur. Salamat. Bəli, Pol salamat. necədir? Gözəl, bir yerində Çürük, çürük pas. yox, bir şey yox. Baxa da bilərsiniz. Qəşəng. Təşəkkür. Öndə vəziyyət, peredokda. Hər şey gözəl. Daş kəsəli yolda səs eləmir ki. Xeyr. Hamısını təzə yığdırmışam. Hər bir şey. Təkərlərdəki altından belə. təzədən hə deyirsiniz. Hə, 4 dənə də təkər təzə. Dəyişiləni bilinmir bunlarda. Nəsə varmı dəyişilən? Xeyr. Kapot, kredit, kapot. Yox, xeyr. Nətər almışam belə də qalıb. Kraskası amma kraska vurulmuş olar da kraskası yaxşı. Olar da indi 90-ın maşınıdır. Luk da var. İşləyir, işləmir. Yox, trosu işləmir. İçərdən. Əsas otu su buraxmasın içəri. Yox, xeyr. Su Ön burax. aynasında çatıları var. Bəli. Dəyişsə daha yaxşıdır. Şitin də üstündə balaca nəsə yapışdırmışmışlar, ləkəsi qalır. Bəli. Telefon tutacaq olar yəqin ki. Bəli. Oturacaqlarda vəziyyət necə? Parçadır salonda da yəqin ki. Bəli, parçadır. Cırığı, söküyü, çöküntüsü. Heç arası. Onlar da yaxşı. Maşınımızın aynaları əldən qalxır. Bəli. Pultu yoxdur. Pultu var. Pultu da var. Qiymətində neçədir? 5-7-yə. 5-7-yə deyirsiniz. İndi alıcı olsa yenərik. 5-4-ə 5-3-ə istəyən olsa 5-6-ya Allah xeyir versin. 100 manat endirim. Bəli. Görmək istəyən hara gəlsin? Bərdiyə. Uğurlar arzu edirəm. Çox sağ ol, var ol. Allah köməyində dursun. Siz də sağ olun qardaşım, sağ olun. Xaloğlu, xoş gördük səni Bərdə maşın bazarında. Sağ ol. Allah xeyir versin. ol, 07 qardaş. maşınını satmaq fikrinə Bəli. düşmüsən. Buyur, məlumat ver bilək necə maşındır? Məlumatı iri 2000'dir. Motor yağ yemir. Kalovka 4'dür, 60. Bir tane səs var. Yəni Nə vaxtdan səndədir bu maşın? maşın mən alıb satanıyam. Allah çörəyini Sağ ol, versin. qardaş. Yaxşı eləyirsən. Sağ ol. Əsas odur ki, maşınımız haqqında məlumatları düzgün ver ki, Bəli, sağ ol. alan da bilsin ki, necə maşın alır. Tex motoru yoxdur. Onda da razılaşarıq 2700-ə. Texs motorunu eləmək lazımdır. Aha. Cərimə gəlmir ki. Yox, cəriməsi vardı, pulundan çıxacağam. 45 manat. Alandan sonra xərclərin nə oldu? Alandan sonra mən kraskal atmışam. Motordakı 06 motordur. 06 motordur, bəli. Deyirsiniz yaxşıdır, sağlamdır. Yaxşıdır, hə, motor Yağ yaxşıdır. azaltması yoxdur. Xeyr. Korobkası necə? Kalovka 4'dür, atmağı yoxdur. Diferdə səs yoxdur ki. Sifədə səs var. Var. Bəli. Hansı sürətdədir? Vardır, səs var. Elə pasdən Aha, səs olur. var. Dəyişilməlidir, eləmi? Bəli. Hə, maşınımızın xərcləri artıra getdikcə. Belə getsə pay verəsən. Polun çürüyü necə? Polunda çürük yoxdur, yox. Belə Sağlamdır. köynə maşındır, 25 ilin maşınıdır yatırında. Dəyişilib pol görən, yoxsa çıxıb Olar, düşüblər? dəyişmiş olar, indi 25 ilin maşınıdır. Danqrat yerləri salamat. Salamatdır, aha. Peredokun səsi necə? Pedodok yaxşıdır. Səs küyü yoxdur. Yox. Təkərlər normaldır. Normaldır da. Maşınımızın dəyişilənləri hansılardır? Bilmirəm, yalan deyirəm. Onlardan xəbər. Dəyişilər də yəqin ki, Ha, eləmi? dəyişilər 25, 2000-in maşınıdır, 25 ilin maşınıdır. Kraskası yaxşıdır, yoxsa Başqa kosmetik belədir işi var? da, göz qabağında. Zədəsi var, Ehtiyac yoxsa yox. ehtiyac yoxdur? Yox, heç nə? ehtiyac yoxdur. Ön aynasında ləkələr var, bir də çatı var. Ha, çatı var. Şitdə də elə biləm çat var bir Ha, yerində. üstünə də var. Oturacaqlar necədir? Oturacaqlarda cırıq Oturacaqlar yoxdur. normaldır da belə. Aynalar əllə.
Yox, rüşnoydur. Hədə əllə qalır. Əllə, hə. Pultu, Pultu da yoxdur. qiyməti neçə? Qiyməti 2700. 2.7-yə deyirsən. O Aha. xərcləri çıxmısan yoxsa çıxaq? Çıxmışam. Hamısını çıxmısan. Aha. 2.5-ə istəyən olsa necə? Razılaşarıq. Vermək olar. Görmək istəyən də ki, bəldiyə gəlsin. Aha. Qardaşımız da baxır, qoy görək qardaş almaq istəyir yoxsa elə belə həvəskarıdır. Hə, Allah xeyir. Gəzmişik yağın oluyor. Hə, siz də satmaq istəyirsiniz, qardaş da satmaq istəyir. Hə, Allah Bazarını versin. Allah hamının çörəyini versin. amin, Allah xeyir versin. Qardaş Allah bazarınızı Sağ ol versin. qardaş, sağ ol var ol. Sizdə də 07 maşın. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşınlarımız? Məlum maşınımız qardaş ili 99. Motor yeni təmirdən çıxmış motordur. Karovkamız 5-dir, mostunda səs yox. Altında çürük sarığı yox. Nə vaxtdan işlədirsiniz maşını? Maşını 3-4 il olar bizdədir. Etibarnamədir yoxsa? Davernissan, illik davernissi. Üçüncüsünü almısınız, dördüncüsünü almısınız, eləmi? Sahib. Yox, davernuslar təzələnən. Davernis yox, birinci ili elə bil 4 il də bizdədir. Hər il gedib davernis almışıq. Yəni deyirəm alqı-satqı problem olmayacaq. Yox, 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 narahat olmayın. Yəni altı başı tərtəmizdir, çürüyü sarığı yoxdur. Motor falan 06, yeni yığılıbdır. 06 motordur. Bəli, bəli, 06 motordur. Necədir motorun vəziyyəti? Motoru Nə qəşəng, vaxt saat yığılıb kimi. deyirsiniz? Bəli, Nə vaxt yığıldı motor? motor yığıldığı 20 gün olar. Siz eləmisiniz də yəqin ki. Bəli, bəli, biz elətdirmişik Susaya. Yağ azaldırdımı yoxsa səsi yaxşı deyildimi? Yox, bekara elə bil valında problem var idi, valını dəyişdirmişik. İndi motorda problem yoxdur. Xeyr, xeyr. Bir dənə 15 gündən sonra Susamız deyib ki, reglovka ehtiyac olacaq. Motor yığılandan sonra reglovka Həmən ehtiyac ustanı olur. tapmalıyıq, eləmi? Yoxsa fərqi yoxdur. Xeyr, xeyr, fərqi yoxdur. Boy bir başarığı olan Susa, başarığı. Düzəldə bilər. Qlokasını Əlbəttə, veriblər. bəli, bəli. Karovkası 5. Karovka 5-də atmağı yoxdur, mostunda da səs yoxdur. Pol necədir? Çürüyü çoxdur. Yox, polda ümumiyyətcə çürük yoxdur. Qəşəng. Perodok təzə yığılıb. Təzəlikcə. Səs-küy yoxdur ki Yox, perodokda. yox. Saz vəziyyətdədir. Perodokdur, salondur. Təkərlər yaxşı. Bəli, normal təkərləri var. Dəyişilənlərini də deyin də bizə. Dəyişilən krel, detalları, kapot. qardaş, dəyişilən detalları var. Bu krlodur, bir də arxada anti krlo. İndi işlənən yerlərdə olubdur da. İndiyənə ki, məndən olan, qabaq olan sahibi nə işlədib, nə işləməyib, onun indi yalançı Sizdə olar. olanları deyirsiniz siz. Bizdə olanları, bəli. Aha, qəşəng. Aynalar təmizdir. Kosmetik Bəli, işi yoxdur elə bilirəm. Ha yoxsa Yox, kraskalanmalıdır? kosmetikaya ehtiyacı yoxdur. Aynalardır. Aynalar əllə qalxır. Bəli, bəli. Qırıq çatı yoxdur ki heç birində. Bəli. Qırığı çatı yoxdur. Yox, xeyr, xeyr. Şitin- Stoykaları yaxşıdır, saz vəziyyətdədir stoykaları. Balaca çatı var, çox yüngüldür elə bilirəm. Şitdə yüngül çat var, bəli. Oturacaqlarda cırıq, sökük, Yox, yox, heç çat yoxdur. Oturacaqları da bax budur. təmizdir. Səliqəli, normal şəkildə salonu var. Maşınımızın qiyməti neçə? Maşınımızın qiyməti 3800-ə deyilir. Real alıcı olsa endirim olacaq. Harda görə bilərlər maşınımızı? Goranboyun Alpod kəndi. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun, var olun. Siz də sağ olun. Sağ olun. Qardaş Allah xeyrinizi versin. Çox sağ ol qardaş. 014 014. maşını satmaq istəyirsiniz. Bəli. Buyurun, məlumat vereyim bilək necə maşınınız? İdi 2010-dur. Heç bir problemi yoxdur maşının. Maşın harasa bir 13 min kimi, 13 min 500 kimi pul qoyulub maşına. Yəni bahalı siz pul, səs sistemi, monitor, qabaq kamera, arxa kamera. Yəni Maşın nə vaxtdan sizdədir? maşın olar bir harasa bir il yarım bir ala. Bunları siz eləmisinizmi, yoxsa sizdən əvvəl oldu? Biz eləmişik. Alandan sonra bu xərcləri qoymuşam da mən. Monitordur, aparaturlardır, ustuterdir. Maşını hər güzgüçülərlə tutmuş, eski güzgülərdir, qatlanıb açılma. Hamısını siz elədiniz. Hamısını biz eləmişik. Maşınımızda 160 min göstərir səhv eləmirəmsə. Bəli, Original probekdir. Original probekdir 160. Bilmədiniz mühərrik açılıb, yığılıb, Açılmır mühərrik. əl dəyməyib mühərrikə. Yox, açılmır. Yağaclatması, səsi Xeyr. yaxşıdır. Karobkada vəziyyət necədir? Əla. Səsi atması yoxdur. Xeyr. Perodokun vəziyyəti. Perodoktor noldan yıldırmışam. Qranatlarda səs-küy yoxdur. Təzə dəyişdirmişəm hamısını. Təkərlər də bahalı təkərlər də marşal təkərlər. Lap gözəl. Yox. Ekranı necə? Təmizdir. Əl dəyməyib ekrana. Yox, xeyr. Lap yaxşı. Təkərləri yaxşı. Təzə təkərlər dördülər. Pola baxmadınız. Harasa dəyə, dağla, çürüyə. Heç nə, yəni pol nə tər, zavaqçı qoy, nə tərdə elə. Təmizdir. Ol təmiz. Detal dəyişikliyi necə? Yox, detallı dəyişdən yerə söysünüz. Kraska vurulmuş olar. Kraska vurdurmuşam, bahalı kraska vurdurmuşam. Tam kraskalanıb da. Tam kraska atmışam.
Amma özüm belə parıldasın deyib kaska atmışam. Bir hemen əzik üzük olub yox. Güzgüləri dəyişmisiniz. Dəyişmişəm, Aynalar təmizdir. Təmiz aynalar. Qırıq çat yoxdur. Yo. Şiti təmiz Şiti deyiləm, tam şitdə də təmiz, yoxdur. tam, daha təmiz. Şitdə yaxşı. Hətta monitor da qoydurmusunuz. Qoydurmuşam ha. Sükan da dəyişilib. Rolunu da Dəyişilib. dəyişdirmisiniz. Hə. Oturacaqlardakı özünkilərdir mi? Özünküdür, Zavadska Təmizdilər elə özünküdür. bilirəm. Ha. Cığ sökü yoxdur. Yo, özünküdür, Zavadska. Qəşəng. Aynalar düymə iləndir. Düymədən. Pultu necə? Pultu var? Pontdan da, pont var. Qapılar bağlayır. Qapılar açıb bağlama pontdan. 11 min. Qiymətində 11 minə 11 deyirsiniz. minə deyirəm, real alıcıdan razılaşma olar. Təxmin nə qədər? 500 manat endirməli olur? 10500. Olar. Görmək istəyən hara gəlsin? Balakən rayonu. Uğurlar arzu edirəm qardaşım. sağ olun. Buradan da Balakənzə, Katalaqa, hamısına salam göndərəm Çox sağ bölgəyə. olun. Çox sağ olun. Siz də sağ olun. Qardaş Allah bazar versin. Sağ ol. Mercedes C-Class. Hə, Satırsınız. Çeşka. Buyurun məlumat verin. 98'in dizel mekanik. Bez problem. Bir dənə kosmetika işi var. Nə vaxtdan sizin də bu maşın? Maşın hardasa 2 ayın silməndədir. Alıb satırsınız yoxsa? Hə. Allah çörəyinizi versin. 2-2-də durba kompresor. Alandan sonra xərc çəkdiniz maşınınıza? Yox, heç nə çəkməmişəm. Elə necə almısınız? Hə, o bir dənə yağını vəziyyətdədir? dəyişmişəm. Mühərriki deyirsiniz 2 dizel mühərrikdir. Bəli, durba kompresor. Siday. 700 mini keçif yəqin ki yığılmış olar mühərrik. Onu yalan deyirəm. Yəni bilmirəm orijinal proyektdir yoxsa nəsə. Mən bir yer almışam. Yağ azaltması necədir mühərrikin? Qramda. Səsidəki işləyir normalnadır. Hə. Dizelə görə qəşəng səs çıxır. Başımla zaf deyəm maşına. Korobkası mexanika 5 olur da Beşdir, bunlarda hə. ümumən. Atma falan yoxdur ki. Heç bir şey. Bir dənə kaska işi var bunun. Ayrı bir problem yoxdur. Diferdə səs yoxdur. Yox, qramda. Altı necə? Çürüyür, Super. pası. Altı üstündən yaxşıdır. Perodokda səs-küy yoxdur. Heç nə, çıxıltı da ola bilməz. Olmasın, təkeyli olsun. Təkərlərdəki normaldır. 98. 92. Maşınımızı istəyənlər çoxdur, ha, maşallah olsun. Zənginəsinlər Ağcavətdə gəlib baxa bilərlər. Təkərlər normaldır deyil. Hamısı təzə ödür. Xəzəyə yaxşı. Bir dənə maşında kosmetika işidir. Qalan şey Dəyişilən də ki bilməyəsiniz. Yox. Detal, dəyişilən detal yoxdur. Detal yoxdur, eləmi? Yox, yox. Kraskasında deyirsiniz biraz Hə, yeni bir dənə yerlərində var. kraskasıdır. Aynalar necədir? Aynalar yaxşıdır aynalar desən. Hamısı. Aynalar yaxşı. Konser işləyir. Hı? Kondisioner. Hər bir şey, işləməyən şey yoxdur. Gözəl. Şit təmiz. Hə, zavod qoyan nə Çat qoysa yoxdur. işləyir. Oturacaqlar parça salon. Hə. Acana sürücü tərəfdə yeyilmə var, qalan hamısı yaxşı. Aynalar düymə iləndirmi? Hamısı. 4-ü də. Hə, pnovka. Pultlar bunlarda zavod pultudur. Puntuzada hər bir şey. Lazer açar yoxsa adi? Yox, lazer asır. Qiymətini də deyirsiniz 9. 9-2. Razılaşaram. 9-2 deyirsiniz. Hə. 8-8-ə istəyən olsa nə deyək? Aparsın. Hara gəlsinlər? Ağcavədə. Uğurlar arzu edirəm qardaş. Sağ ol qardaşım. Siz də sağ olun. Qardaş Allah bazar versin. Sağ olun. 06 maşını satırsınız. Bəli. Buyurun məlumat verin bilək necə maşınınız? 87 maşındır, 2600-ə deyirəm. Texmotor sığorta hamısı öz yerində. Nə vaxtdan sizdədir maşın? Harasa 2 il olar. Etibarnamə ilə işlədirsiniz yoxsa öz Yox, adınızdadır? öz adımızdadır. Aform elətdirmisiniz. Hə. Alandan sonra xərcləriniz nə oldu? Xərclərimiz Perodokun yığdırmışam. Motorunun korobkasını. Motor da yığdırmısınız? Bəli. Motor nədir bunlarda? 011. Necədir hazırdan motorun vəziyyəti? Saat kimi. Yağ azaltma, səs, Heç bir şey yox. korobkanı da yığdırmısınız yoxsa necə? Bəli, bəli. 4-dü, 5-di. 4. Atma, səs, Heç bir şey yox. difer də vəziyyət necə? Diferdə səs zat heç bir şey yox. O da yaxşıdır. Altı necədir polo? Polunda çürük zat heç bir şey yox. Özününküdürmü yoxsa dəyişilibdirmi? Nəyi? Heç bilmirsiniz. Altı polo, Yox, özünküdür. zavod polo. Hə, zavod pol. Danqrat yerləri durur. Hamısı zavodçu qoyub. Perodokda vəziyyət necə? Perodokun ənləmi özüm yığmışam tək. Səs-küy yoxdur. Heç bir şey yox. Təkərlərdəki Təzədir. fərqli təkər deyə bilirəm. Hə, arxalar zimridir, qabaqlar lassa. Lap yaxşı, təzə təkərlərdir. Maşınımızın qalan detalları hansılardır? Qapı, krel, kapot. Hamısı Nəsə qalıb kraskalanıb. zavoddan. Yox, yox, hamısı kraskalanıb. Qapılar prost dəyişməyib. Qapılar arxa krellər dəyişməyib. Qalan hər bir şey dəyişməyib. Qəşəng. Hazırda da kosmetik işləri var maşınımızın. Ön aynasında da çatlar var. Şitin də üstündə elə bilən çatları var. Hə, hə. Oturacaqlara da əl gəzdirmək lazımdır. Hə, hə.
Yəni maşınımızın Onlar çuxol almışam, oturacaqlara çuxol almışam. yəqin ki pultu, podyomniku belə şeylər olmaz. Heç bir şey yox. Hamısı Qiyməti də zavod. deyirsiniz 2600-ə. 2600-ə deyirsiniz. Aşağı yerdə olacaq. 2300 sayan olsa Yox. verməyəsiz o qiymətə. 2-4-ə. Görmək istəyən hara gəlsin? Görmək istəyən Bərdər rayonundan. Uğurlar arzu edirəm qardaşım. Sultan Şadlıq sarayının yanında. Uğurlar qardaşım. Sağ ol. Əmə Allah bazarınızı versin. Çox sağ ol, minnətdaram. 07 maşın satırsınız. 98-ci il 4200-ə deyirəm. 98-in maşını. Nə vaxtdan sizdədir bu maşın? Maşın hardasa 2 aydır. Nə əcəb tez satası oldunuz? Biraz pul lazım idi ona görə. Deyirəm bəlkə alverinə başlamısınız. Yox, al verəmirəm. Məndən Özünüz üçün almışdınız. Özüm üçün almışdım. Uşaqlar üçün daha doğrusu. Yəqin maşında problemlər olub Yox, satırsınız. problemi yoxdur. Heç bir nə çürüyü var, nə problemi var, heç nə yoxdur. Rəngləri xoşuna gəlmir. Nəyi xoşunuza gəlmir? Rəngi xoşlarına gəlmir. Uşağın xoşuna gəlmədi rəngi. Deyir dəyişdirin başqa maşın. 07 yenə alırsınız. Ha, yılın 17 alacağım. Alandan sonra xərciniz nə oldu? Nə düzəltdirdiniz? Xərcimiz heç nə, belə xırda para. Mühərrikinə baxdırmadınız. Mühərriki sağlamdır. Bilmədiniz ağazaltması var yoxsa yox? Yox, heç nə yoxdur. Yığılmış olar da yəqin ki mühərrik. Mühərrik yəqin ki yığılıb. Səsi də yaxşı gəlirmi? Səsi də yaxşı. Korobkada vəziyyət necə? Sağlamdır, korobkada atma, heç nə yoxdur. 5-dir də yəqin ki. 4-dür, 4. 4-dür bunlarda. Diferin səsi necə? Heç bir səs yoxdur, heç bir səs. Polda çürük, pas. Yoxdur. Öz poldu yəqin yoxsa? Öz poldur. Danqratiyerlərdə varmı? Var. Peredokda səs-küy necə? Bir dənə heç bir yerində heç bir səs yoxdur. Bir dənə spidometr işləmir. Aha, sürəti göstərmir. İndi də sürəti çətindir də radara düşərik. Yox, sürət onun xərci elə çox deyil axı 20 manat, 25 manat. Təkərlər də normaldır, hələ ki işlətmək olar. Dəyişən detal hansılardır? Heç bir detal dəyişmir. Zavodun detalları. Kraskası da ki yaxşıdır elə biləm, yoxsa? Yaxşıdır. Kosmetik yoxdur ki? Yox. Aynalar salamat, qırıq çatı yoxdur. Yox. Şitin üstü bağlıdır, yəqin ki çatlar var imiş. Olur da çat, bütün maşınlarda olur. Oturacaqlarda da biraz elə biləm süzülmələr var. O işte çuxoldadır. Özü çuxol dəyişəndən sonra yəni normal vəziyyətdə. Aynalar əllə qalxırmı, yoxsa düymədir? Yox, əllə. Pultu yoxdur maşınımızın? Yox, zavod nəyə qoymadım. Qiyməti neçə dediniz? 4200. 4200 deyirsiniz. Bir 400 manat endirim eləmək olur? Yox. Son fikir 4 yəqin, hə? Yəni axır 3-9. Hara gəlsinlər görmək üçün? Görmək üçün gəlsinlər bu Alıbəyli, Quzallı tərəf. Hə, Ağdamın kəndidir. Hə. Uğurlar arzu eləyirəm. Sağ ol. Siz də sağ olun. Minnətdaram. Əmoğlu, Allah bazar versin. İkiyə deyirəm. Gətirmisiniz satmaq üçün. Sağ ol. İstəyən də çoxdur, amma deyəsən aşağı qiymət təklif eləyirlər. İstəyirlər, 17 də verirlər, 18 də verirlər. Mən qutaran 2000 demişəm. 84-ün 06-sıdır. Motor 06 motor. Qoskimdə difirində bir səsi yox. Sənətçünə tamsı. Çürük zadda heç nəyi də yoxdur maşınımızın. Nə vaxtdan sizdədir bu maşın? Maşın 2 ildir bizdədir. Aformda olunub yoxsa etibarnamədir? Yox, da verirsən də. Sənədlər qaydasında Hamısı yerindədir, hamısı. Alqı-satqıda problem olmayacaq. Xeyr, heç bir şey. Alandan sonra amma xərc çəkmədiniz. Yox, alandan da Allah haqqı elə sür, aşağı, yuxarı, yəni heç bir şey də yoxdur maşında. Bu maşın elə bizə xeyir verir ki, ziyan vermir bu maşın. Təki alana da Allah xeyir versin. 4 dənə təzə təkər altında. Motorun 11-dir. Bəli, motorun. Necədir motorun vəziyyəti? Qəşəng. Yağ azaltması nə qədər? Tərtəmiz maşında, yəni sür Bakıya. Yox, təmizliyin bildirmə, yağ azaltması deyirəm nə qədərdir? Onunla başım çıxmır. Yəni başım, mən bunu 2 ildə almışam, elə 2 ildə bəlkə də heç 1 il dayanmadan sürülmür bu maşın. Lazım olandan olana gedib bu maşın. Korobka da yaxşıdır. Korobka da qoski hamısı. 4-dürmü? Bəli. Diferdə vəziyyət necə? Azmaz səsi var. Diferində səsi var. Dəyişilməlidir yoxsa ehtiyac yoxdur hələ? Yox, elə 1 il dəyişmək. 1 il sürmək olar. Hə, 1 il sürmək olar. Pol yaxşıdır. Bəli, qoski. Çürükləri çıxardılıb polun. Bəli, hamısı çıxarılıbdır. Danqrat yerləri var. Hamısı. Peredokda vəziyyət necədir? Təmiz. Səsi-küyü heç yoxdur. Təkərlər də ki, normaldır elə biləm təkərlər, yaxşıdır təkərləri. Maş 20 gün. Aha.
Amma oğul deyir 20 gündür vurulubdu. Hə. Kosmetik işləri var Hə, maşınımızın. biraz çöldən çölə. Kraskalanmalıdır. Dəyişilənləri var. Yox, heç nə. 84-dən deyə heç nə dəyişilməyib. Yox, yox, yox. Krel, kapot tam özününki. Hamısı özününkidir. Ya gözəl. Aynalar təmiz. Hə, hə. Eləmi? Qırıq çat yoxdur ki. Yox, 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 heç nə. Cızıqlar var elə belə Bəli, hündürvarı. Şitin də üstü normaldır da. Qırıq Bəli, çat yox ki şitdə. Şitdə belki var, biraz var, azdır. Maşınımızın qiymətinə görə yaxşıdır da, eləmi? Belə də, Oturacaqlar normaldır. Hə, oturacaqlar normaldır hamısı dostum. Qiymətini də deyirsiniz 2000. 2000-ə deyirəm 1800-ə verərəm. Görmək istəyən hara gəlsin? Ağcabəd rayon Kəriz kəndinə. Abi gün çəkdiklərim hamısı Ağcabədlilərdir. Eşq olsun Ağcabədliyə. Sağ ol, çox Uğurlar sağ ol. arzu edirəm qardaşım. Sağ ol, qardaş, Sağ ol. sağ ol, sağ ol. Qardaş Allah xeyir versin. Çox sağ ol. 99. Bəli, ili 99, özü də 99. Buyur məlumat ver bilək necə maşındır? Maşın bütün səslərinlər hamısı əladır. Təkərləri də hamısı yaxşı, motor əla. Karovkası 015 karovkasıdır. Dəyişilib yoxsa necə 015 karovkası? Yəni ki, bunların özündəki olanlar 0999-un olanları səsi gəlir də, səs eləyir. 5-ə verəndə səs gəldiyinə görə onlar dəyişilib olub 015-dir. Sonradan yəni dəyişilib. Yəqin ki, yəni orası mən dəyənmərəm, yəni bəlkə heylə də gəlir. Nə vaxtdan sizdədir maşın? Az müddətdə, amma yaxın adamımızdır. Yəni demək olar elə çoxdandan öz adımızda. Alandan sonra deyirəm görüm xərc çəkmisinizmi? Elə belə cüzi. Yəni elə belə işlər. Sənədləri necə? Sənədləri hamısı qaydasında, bir illikdir. Öz adımızdadır demək olar. Motoruna heç baxdırmadın. Motorda yox, vəziyyət motor necə? çiçək kimi. Yağ Hər şey, yağ yox, xeyr, xeyr, hamısı əladır. Yəni nəyin desən hamısı da yaxşıdır. Altında perodokzat hamısı əladır, yığılıbdır. Heç bir səs-küyü yoxdur. Altın tarsovkası zavod vurduğu nədirsə odur. Heç çürük pasta yoxdur. Olmasın. Heç bir şey yoxdur. 2 evro salondur. Yəni nəyi var hamısı işləyir. Ekrandan keçdik gəldik, ekran demədik. Hə, ekranda cüzi, yəni oradan buradan işlər gedibdi. Yəni elə ağır dərəcədə yox. Yaxşıdır. Yəni qalan bütün döşlər hamısı öz zavod kraskasıdır. Aha. Təkərlərdəki zim təkərləri yaxşıdır, zim təkərləri yaxşıdır. Maşınımızın dəyişilənlərini də deyin də bizə. Maşın dəyişəni bunlar onsuz da Voltqayka iləndir. Mən yalan deyərəm. Yəni əsas olur ki, vuruğu çıxığı yoxdur, pası yoxdur. Yəni mənim öz bildiyimə görə yəni qapılardır, baxıram hamısı özününkidir, germetkalı qapılardır. Müəyyən yerlərində elə biləm kosmetik işləri var, eləmi? Var. Bax belə yerində beləsinə var, balaca burada bir kusok var. Kapotun orasında balaca kusoku var. Yəni onların hamısının pulunu çıxacaq. Aynalarda qırığı çatı yoxdur ki? Yox, heç bir şey yoxdur. Padyum rükşədir, puntlandır. Önlər düymə ilə qalxır? Hamısı düymə ilə qalxır, yenir. Ondan sonra puntla bağlanır qapılar hamısı. Yəni hər bir şey nizamdır. O sardan hamısı. Üstündə 015 şitədir şitdə. Bəli, 015-dir. Üstündə 2 yerdə çatı var. Hə, var. Oradan bir balaca gün vurub 2 yerindən var, amma yəni səssiz adı. Hamısı qəşəng, yaxşıdır. Çırıq sökü çöküntüsü. Yox, elə bir şeyləri yoxdur. Hamısı işləyir. Normal maşın. Hə, belə də, yəni o əsas dediyimiz kimi əsas məsələ olanda o 5500 manata da gedən maşınlar deyil də, deyim belədir. Yəni o kosmetika işləri görsəm orada, amma hal-hazırda 4-2-yə deyirəm. 4-2-yə deyirsən, 4-ə də vermək verərəm. Maşında hal-hazırda Bərdə rayonundadır. Uğurlar arzu edirəm. Çox sağ ol, Allah köməyiniz olsun. Sağ olun, sağ ol. Qardaş, xeyirli olsun. Sağ ol. 06 maşını satırsınız. Buyurun məlumat verin bilək, necə maşındır maşınınız? Maşın 98-in maşındır. 06 motor, 4 karovka, motor, karovka, difil qaydasında, 4 dənə təkər altında, salon sərgəri. Nə vaxtdan sizdədir maşın? Hansısa 4-5 ay olar. Satış üçün almışdınız mı? Yox, sürməyə almışdım, indi satıram. Allah yaxşı. İçində də 1000 manatlıq aparatura var. Alandan sonra xərciniz nə oldu? Salonu yığdırmışam, aparatura qoymuşam, 4 dənə təkər almışam. Bunların hamısını siz eləmişsiniz? Hə, yəni salon da belə deyil də, özüm eləmişəm. Mühərrik 06-dır. Hə. Baxdırmadınız mühərrikə? Necədir mühərrikin vəziyyəti? Motor, karovka hamısı saat kimidir. Yağızlatma yoxdur ki? Yox, heç bir şey. Karovkada 4-dür? 4, hə. Atma səsi yoxdur ki? Heç nə yox. Diferin səsi yoxdur? Yox. Polda vəziyyət necədir? Polda danqrat yeri üstdən dəyişməlidir. Yəni pol deyil, danqrat yeri üstü dəyişməlidir. Bir dənəsi mi yoxsa hamısı? Yox, aynı tərəf, bir dənə aynı tərəf. Hə, bir dənəsində də problem. Perodokda vəziyyət necə? Perodok yəni yaxşı, təzə yığmışam perodoku. Daş kəsəli yolda səs yoxdur ki? Yox, heç nə. Qəşəng. Təkərlər də yaxşıdır elə bilirəm. Təkərlər təzə ilk bir ay qoydum təkəri. Allah yaxşı.
Maşınımızın kosmetik işləri var. Hə. Vurğu var idi mi, yoxsa nə oldu bura? Bura qatlanmışdı bura qıraqlı. Qapı elə bir qatlanıb, oranı da qatlanmışdı, ona görə elə belə bütün qurutlatmışıq. Başqa yerində var zədəsi, yoxsa elə Yox, buradır? yox, elə buradır. Dəyişilənləri hansılardır? Dəyişilən vallah bilmirəm, amma yəni elə udar görmüş maşın deyil. Baxan da bilmir də. Maşınımızın aynaları təmizdir elə bilirəm, eləmi? Qırıq çatı yoxdur ki, heç birində. Yox, heç bir aynaları təmiz. Şitin üstündə elə bilirəm. İşdə 2 dənə çatı var. Çatı var, hə. Oturacaqlar dəyişilib. Hə, iş dizayını var da. Necədir vəziyyəti? Qırğı. Yaxşı, yox, yox. Daha doğrusu cırığı yoxdur ki? Yox, yox. Söküyü. Yox, yox. Maşınımızın aynalar düymələrlə qalxır, Yox, yoxsa yox, yox. əllə qalxır. Uçqayla, hə. Pultu var. Pultu hə var, var. Qiyməti neçə deyirsiniz? 5000-ə. Endirimdə var yəqin ki. İndi alan olsa razılaşma olar hə. 4-6-ya, 4-8-ə Yəni qutaran 48, 98. istəyən qardaşımız var. 98. 5000-ə. Görmək istəyən hara gəlsin? Bərdədə maşın. Uğurlar arzu edirəm qardaşım. Sağ ol. Siz də sağ olun. Xeyirli olsun qardaş. Çox sağ ol. 07 maşın. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır. 2009 bezdetal maşındır. Oradan buradan çox kraska dəyib. Nə vaxtdan sizdədir? 5-6 aydır. Özünüz üçün almışdınız, yoxsa satışa? Bəli, özünüz işlətdiyiniz maşın. maşın. Uşaqda həvəs eləməyə. Aha. Aformut eləmisiniz, yoxsa etibarnamədir? Etibarnamə. Sənədlər necədir? Qaydasında? Qaydasındadır, hər bir problem olmaz ki? Xeyr, heç bir şey. Maşın da elə bir maşındır ki, dosta qardaşa yan satılası maşındır. Deyirlər, dosta qardaşa verilməsi maşın. Bax, elə bir maşındır. 30 sür, sıkıntı deyil. Lap gözəl. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Aparatur yox. Hə, səs sistemi siz eləmisiniz? Bəli, bəli. Digərləri elə aldığınız kimidir? Bəli. Mühərrik 07, 06 daha doğrusu. 06 mühərrik. 07. Necədir mühərrikin vəziyyəti? Qəşəng. Yağazlatma, səs. Heç bir şey. Bilmədiniz, açılmış mühərrikdir yoxsa yox? Açılıb yığılıb mühərrik yoxsa? Xeyr. Əl dəyməyibdir. Əl dəyməyibdir. Zavodskoy ilə maşındır. Korobkada vəziyyət necədir? Su kimi. Yəni sür 180 getsin. Atması yoxdur. Hə. Diferdə səs necə? Heç bir şey. Çıxıltı da yox, deyil. Bunlarda xəstəlik olur adətən. Çıxıltı da yoxdur, xeyr. Olmasın. Biz də istəyirik ki, təmiz olsun. Təmiz Polda maşın. çürük pas yoxdur. Heç bir şey qardaş. Demirəm dosta qardaşa verilməsin maşın. Elə dosta qardaşa satılmayanı veririk də biz həmişə. Ki sata bilmədi, yalan verim sənə qardaş. Yox. Peredok necədir? Səs-küyü yoxdur. Xeyr, top kimi. Təkərlər də təzə deyəsən. Bəli. Dəyişilən deyirsiz yoxdur. Yox, xeyr, yoxdur. Bezdetal maşındır. Oradan kraska necə? Çox kraska deyil. Tam kraskalanmıyor. Hətta zavod kraskası var. Bəli. Gözəl. Aynaları yaxşıdır. Qəşəng vəziyyətdədir. Qırığı çatı yoxdur. Heç bir şey. Şitdə necə? Yoxdur ki heç nə. Ha, şitdə elə biləm zədəsi var ha şitin 2 dənə yerində. 2 dənə elə belə şeydir. Monitor da yapışdırmısınız bir dənə. Bəli. Aparatura bahalıdırmı yoxsa? Qəşəngdir. Düymə ilə qalxır aynalar. Xeyr. Pultu necə? Pult işləyir, bəli. Yox, qapıları bağlayan pult. Bəli. Maşınımızın qiyməti neçə? 8,5. Endirim var? Olar. Bütöv 8-ə. Əlaqə saxlasın istəyən xeyr, 8-ə xeyr. 8-ə verməyəsiniz. Xeyr. Hara gəlsinlər? Bərdə. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ ol, Allah razı olsun. Allah Honda. razı olsun. Honda Civic'dir. 2008 model. Hibriddir də bunlar? Hibriddir. Elektriklə işləyir. Elektrik. Buyurun məlumat verin. O dayanmaz, suda batmaz. Çox da özümlü maşındır. Amerika maşındır. Kondisioner var, roll gidrolikdir. Çox sərfəli maşındır. Nə vaxtdan işlədirsiniz? 3 ildir ki məndədir. Öz adınızdadır, yoxsa etibarnamədir? Öz adımadır. Aformut eləmisiniz? Aformut eləmişik, hə. Sənədlər necə? Qaydasında sənədlər? Qaydasındadır, sığortası, taksi motoru hamısı qaydasındadır. Alandan sonra xərc çəkmisinizmi? Alandan sonra yox. Deyərəm ki, elə yağın, suyun töksür. Çox da özümlü maşındır. Qəşəng. Necə maşındır? Kimlərə məsləhət görərsiniz? Taksidə istifadə eləyirlər ən çox. Taksidə polnu taksiyə yararlı maşındır. Yəni belə sıravi ailə maşınında üçün istifadə etmək olar. 400 mini keçid maşınımız. Mühərrikin vəziyyəti necədir? 400 mini keçidin nə bunun yağ azaltması yoxdur, nə karovkasının vurması yoxdur, heç nə yoxdur. Yığılmış olar mühərrik yəqin ki. Məndə yığılmayıbdı yəni. Siz də taksidə işlədirdiniz yəni, yoxsa? Taksidə yox, işlətməmişəm. Özünüz üçün işlədirdiniz? Özünüz üçün işlətmişik, hə. Batareyalar necə? Batareyaları 72% göstərir. Yəni normaldır. 72%. Yaxşı, norma sayılır da 72. 72% normal göstərir. Avtomat korobkadır. Avtomat robot korobkadır bunlar.
Bunlarda da nəsə problem olurmu korobkasında? Yox. Yəqin ki, olar problem, amma yəni hal-hazırda yoxdur. Sizinkində yoxdur. Hə, özümkündə Ön çəkərdə bunlarda da. Hə, ön çəkir, veriş. Qranatlarda səs-küyü yoxdur ki? Yox, səs-küyü heç nə yoxdur. Önü yaxşı. Sadə disklərdir yəqin ki, yoxsa? Disklər radno disklərdir. Radno disklərdir. Altı necə? Bunlarda çox alçaq qoyurlar altını. Harasa getdikcə dəyir. Altı olmasını alsaq da altı, zədəsi yoxdur yəni. Yox, zədəsi də yoxdur. Mən cəmaət gedir 0.15 alır 11 minə, 10.500-ə. Kondisioner yox, bir şey yox. Doğrudur. İzləyicilər də birdən yazırlar ki, Sovet maşından niyə əl çəkmirsiniz? Bunun elə biləm əsas problemi odur ki, həm ehtiyat hissələrin baha olması, xarici maşınlardan söhbət gedir. Həm də ustasının rayonlarda olmaması. Yox, bunun nakoniçnikcə dəyişmiş 25 manata, Tiago 18 manata, yəni ucuzdur. Yəni elə bahalı bir şey yox. Dəyişən detalı necə? Dəyişən detal yoxdur, amma kraska dəyən yeri var. Hətta zavod kraskası var, eləmi? Hə, zavod kraskası. Amma indi elə biləm kosmetik işləri var. Renk solubdur, hə? Hə, bu filmdə var, qabaq bu filmdə var, qabaq krılosunda var. Yəni belə yerlərində var. Aynası təmiz, aynalarda yoxdur ki, qırığı çatı. Yox. Bir dənə bunda var. Bir dənə hə, öndə. Burada var, öndə burada bir çat var. Uzanıb. O da hələ ki meşatçılıq eləmir. İşte təmizdir, 80 manat da aynası. Ayna 80 manat. Yəqin ki, üstdən çıxma olardı. Hə. Aynaların 4-ü də düymə ilə qalxır. Hə, 4 də düymə ilə qalxır. İşləyirlər yəqin ki. Oturacaqlar da parça salon. Parça salonda üstünə də əlavə çixollamışsınız. Çixol sərmiş ki, bulaşmasın. Kimin üçünsə maraqlı olarsa, yəqin əlavə sual olsa, sizlə əlaqə saxlaya bilər. Saxlaya bilər onu. Özümüz ardışda oluruq. Qiymətini də deyin də bizə. Valla 11 minə deyirik, daha razılaşarıq. 11 minə deyirsiniz. Yəni ucuz maşından bat ediləyərik. Bizə pul lazım olduğu üçün satırıq. Sovet olsunmu, yoxsa xarici maşın olsun? Sovet maşını olsa ucuz maşın da yəni. Ki pul da alaq. Başa düşdüm. Hə, belə dəyişərik. Harda görə bilərlər maşınımızı? Ağdaşda. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun, Allah köməyiniz olsun, Allah razı olsun. Sağ olun.